Dəyərli müştərilər, salamlayıram sizləri Xırdalan şəhərinin gözəl bir ərazisində. Şəxsi özünə məxsus tikili 2 sot torpaq sahəsində, torpağın da, evin də çıxarışı olan gözəl bir 4 otaqlı həyət evini təqdim edirəm. Həyət evimiz bağlı bağçalı, ağaclı, güllü, çiçəkli, gözəl bir həyət evidir. Həyətinə rahatlıqla 2-3 avtomobil daxil olası boyda yeri var. Əlavə burada bağımızdır, bağımızda meyvə ağaclarımızdır. Baxın, su deposudur, kombisi ayrıdır, pitminütkası ayrıdır. Bir sözlə, tam yaşayışlı bir ərazidə gözəl bir həyət evidir, kürsülü, 2 mərtəbəli, 4 otaqlı. Qiymət videonun sonunda açıqlanacaq, dəyərli izləyicilər. Sonuna qədər izləyin, videonun alt hissəsində qeyd edəcəm. Baxın, bura nə istəsəz bağ yarada bilərsiniz özünüz üçün. Gözəldir, əla bir həyət evidir. Daxil oluruq evimizin içərisinə. Daxil olarkən bizim koridor qarşılayır. İkinci mərtəbə pilləkəndir. Pilləkən alt hissəsi artıq və işlər yığmaq üçün depodur. Sağda gözəl şirin bir qonaq otağımız var. Belə bir, baxın, səliqəli belə bir gözəl qonaq otağı. Tam təmirlidir. Rahat alıb köçüb yaşaya biləcəyiniz gözəl bir həyət evidir. Qazı su işığı daimidir, fasiləsizdir. 7/24 kamera nəzarətindədir gördüyünüz kimi. Mərkəzi kanalizasiya sistemidir. İnternetinə qədər hər bir şərait var. Bura ümumi sanitar qovşağımızdır. Baxın, belə bir ümumi sanuzelimiz var. Burada şirin mətbəximiz var. Baxın, gözəl səliqəli mətbəx mebelimizdən təchiz olunub. Görürsünüz, səliqəli belə bir gözəl həyət. Bu evin qiymətində əmlak sahibi 5000 manat tərtəmiz indirim edib. Yəni, bir neçə həftə bundan qabaq çəkib təqdim eləmişik. Əmlak sahibinin pula ehtiyacı olduğuna görə evin satış qiymətindən tərtəmiz 5000 manat indirim elədi. Baxın, ikinci mərtəbəyə çıxışdı. Çıxdığında bizi belə bir dəhliz qarşılayır. Burada bir özləri üçün oturmaq üçün, istirahət üçün belə bir otaq yaradıblar. İşıqları yandırın bir dəqiqə. Baxın. Burada yataq otağının biridir. Bütün pəncərələrinin qarşısı tam açıqdır. Heç bir maneə yoxdur, dəyərli dostlar. Görürsünüz, burada yataq otağının biri. Burada ikinci yataq otağı. Buradan eyvana çıxışdı. Görürsünüz, səliqəli, gözəl bir həyət evi. 2 sotun içində. Burada ümumi sanitar qovşağı, ikinci mərtəbənin və sonuncu otaq, uşaq otağımız kimi nəzərdə tutulur. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.